Azərbaycan 15-ci əsrdə. Qədim zamanlarda Azərbaycanın və Cənubi Qafqazın böyük bir ərazisində Ağqoyunlular adlanan Oğuz tayfası yaşayırdı. Bu tayfanın soykökü Kitabi Dədə Qorqudun qəhrəmanı Bayandur xana gedib çıxır. 15-ci əsrin 40-50-ci illərində Ağqoyunluların yaratdığı dövlət Cahangir Mirzənin dövründə xeyli zəifləmişdi. Onun anası Sara Xatunun müdrikliyi və saraydakı nüfuzu sayəsində dövlətin varlığı qorunub saxlandı. Belə ki, Sara Xatun o biri oğlu Uzun Həsənin Ağqoyunlu taxtına çıxmasına nail oldu. Uzaq görənliyi və hərbi istedadı ilə seçilən Uzun Həsən dövləti xeyli möhkəmləndirdi. Bu işdə onun ən yaxın məsləhətçisi anası Sara Xatundur. Bu müdrik qadın Türk-Müsəlman dünyasının ilk qadın diplomatı hesab edilir. Uzun Həsən Azərbaycanda vahid dövlət yaratmaq istəyirdi. Lakin Osmanlı Sultanı II. Mehmet də Azərbaycan torpaqlarına yiyələnmək niyyətində idi. Osmanlılarla müharibə Ağqoyunlu dövlətini zəiflədə bilərdi. Odur ki, 1461-ci ildə Sara Xatun Sultan II. Mehmetin yanına yollandı. Mənbələrə görə diplomatik danışıqlar zamanı Sara Xatun və II. Mehmet bir-birinə ana, oğul deyə müraciət edirmişlər. Sara Xatun iki Türk dövləti arasında sülh bağlanmasına nail oldu. Bundan bir neçə il sonra 1465-ci ildə Sara Xatun vəfat etdi. Az keçmədi ki, Uzun Həsən yeni bir təhlükə ilə üzləşdi. Ağqoyunlu dövlətinin güclənməsi Teymuri hökmdarı Əbu Səidi qorxudurdu. Odur ki, 1468-ci ildə böyük ordu ilə Azərbaycana yürüşə başladı. Uzun Həsən müharibədən çəkinərək Əbu Səidin yanına bir neçə dəfə elçilər göndərdi. Amma Əbu Səid qərarından dönmədi. Belə olduqda Uzun Həsən 1469-cu ildə Əbu Səidin düşərgəsinə hücum edərək Teymuriləri darmadağın etdi. Əbu Səid əsir götürülərək öldürüldü. Beləliklə, Uzun Həsən qüdrətli bir Türk dövlətini, Ağqoyunlu dövlətini yaratmağa nail oldu.